Если вы помните, еще когда я проходил... Rusiya Aleksey Navalny ilə bağlı ona qarşı irəli sürülən son ittihamları rədd edir. Bu açıqlama ilə Kremlin mətbuat katibi Dmitri Peskov çıxış edib. O, həmin iddiaların əsassız və qərəzli olduğunu söyləyib. Biz təbii ki, bu cür ittihamları rədd edirik. Peskov Kremlin Aleksey Navalny'nin ölümü ilə bağlı Qərbin son bəyanatlarına reaksiyasından danışarkən qeyd edib. Bundan öncə Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Niderland birgə bəyanat yayaraq Cənubi Amerika zəhərli qurbağalarında tapılan epibatidin zəhərinin Navalny'nin ölümünə səbəb ola biləcəyini iddia edib. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tapıntının qəti şəkildə təsdiqləndiyini bildirərək onun Rusiyada mövcud olmadığını vurğulayıb. Almaniya rəsmiləri analizlərin mürəkkəb və uzunmüddətli proses nəticəsində aparıldığını və bu nəticələrin elmi baxımdan sübuta yetirildiyini açıqlayıblar. Birləşmiş Ştatlar açıqlanan analiz nəticələrini əsassız saymadığını və Avropalı tərəfdaşların bu istiqamətdə apardığı araşdırmaları narahat edici hesab etdiyini açıqlayıb. Ekspertlərin fikrincə, sözgedən maddə ilə zəhərlənmənin təsadüfi olması qeyri-mümkündür. Epibatidin Cənubi Amerikanın tropik meşələrində yaşayan zəhərli qurbağaların dərisindən alınır və təbiətdə yalnız bu amfibiyalarda mövcuddur. Buna görə də Rusiyada təbii olaraq rast gəlinmir. Bu toksin insan orqanizminə təsir etdikdə sinir sistemindəki reseptorları bloklayır. Beləliklə əzəllərin və tənəffüs sisteminin iflic olmasına səbəb olur. Nəticədə nəfəs alma prosesi dayanaraq ölüm riski yaranır. Maddənin morfindən 100 dəfə güclü olduğu bildirildiyindən onun təsadüfi və ya sadəcə qəflətən baş verən zəhərlənmə ilə izah olunması mümkünsüz görünür. Bununla yanaşı qeyd olunur ki, epibatidin laboratoriyada sintez edilə bilər. Lakin yüksək toksikliyi səbəbindən tibbdə heç vaxt praktiki istifadə olunmayıb və yalnız elmi araşdırmalar üçün nəzərdə tutulub. Eyni zamanda Avropalı ekspertlər bildiriblər ki, bu maddə yalnız xüsusi şəraitdə tətbiq edilə bilər. Bu da iddianı həm hüquqi, həm də siyasi müstəvidə vacib edir. İddialara görə toksin insan bədənində titrəmə, qıc olma və tənəffüs çatışmazlığı kimi simptomlar yaradır ki, bu da iddia edilən zəhərlənmə ssenarisinə uyğun gəlir. Sabiq müxalif liderin həyat yoldaşı da zəhərlənmə diaqnozunun elmi faktlarla sübuta yetirildiyini təsdiqləyib. Bioloji nümunələrdə son dərəcə güclü zəhərli maddə epibatidin aşkar edilib. O qədər güclüdür ki, hətta mikroskopik miqdarı da onunla təmasda olan hər kəsi dərhal öldürə bilər. Tarixdə bu cür üsullarla bir sıra şəxslərə qarşı sui-qəsd cəhdləri həyata keçirilib. Məsələn, 2006-cı ildə Aleksandr Litvinenko cinayəti var. O, Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş casusu və hakimiyyətin kəskin tənqidçisi olub. 2000-ci ildə Böyük Britaniyaya qaçaraq sığınacaq alıb və bundan 6 il sonra polonium 210 adlanan zərərli radioaktiv maddə ilə zəhərlənib. Daha sonra 2004-cü ildə sabiq Ukrayna prezidenti Viktor Yushchenko seçkilər zamanı dioksin zəhərlənməsi ilə üzləşib və bu onun üzündə fəsadlar yaradıb. Bundan başqa Rusiya müxalifətçisi Vladimir Karamurza 2015 və 2017-ci illərdə 2 dəfə kimyəvi zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. 2018-ci ildə isə keçmiş Rusiya casusu Sergey Skripalın İngiltərədə Novichok sinfi sinir qazı ilə zəhərlənməsi dünyada böyük rezonans doğurmaqla yanaşı Moskva və London arasında diplomatik gərginliyə səbəb olub. Analitiklərin fikrincə bu nümunələr postsovet məkanında siyasi rəqibləri aradan götürmək üçün kimyəvi və nadir toksinlərin məqsədli şəkildə istifadə olunduğunu göstərir. Belə hadisələr müntəzəm olaraq baş verir. Bu addımlar siyasi rəqibləri sıradan çıxarmaq üçün istifadə olunub. Çünki onları açıq şəkildə məğlub etmək və ya susturmaq mümkün olmur. Kimyəvi və nadir toksinlər həm görünməz, həm də iz buraxmayan alət kimi seçilib. Bu həm qorxu yaratmaq, həm də digər potensial müxalifətləri xəbərdar etmək funksiyasını yerinə yetirir. Nəticədə bu metodlar yalnız fiziki təhlükə deyil, həm də siyasi mesaj kimi işlədilib. Analitiklər hesab edir ki, əgər Navalny'nin qurbağa zəhəri ilə öldüyü rəsmi olaraq təsdiqlənərsə, Moskva-Qərb münasibətləri kəskin gərginləşə bilər. Avropa İttifaqı və Birləşmiş Ştatlar yeni sanksiyalar tətbiq edərək Rusiya iqtisadiyyatına və yüksək vəzifəli şəxslərə təzyiq göstərə bilər. Həmçinin hadisə BMT və beynəlxalq insan haqları orqanları tərəfindən ciddi tənqid və monitorinqə səbəb olacaq. Bununla yanaşı diplomatik əməkdaşlıq layihələri dondurula, təhlükəsizlik və enerji sahələrində münaqişə riski arta bilər.